Salam əziz abituriyentlər. Bugün olimpiada sualının izahına baxırıq. Deyir ki, Volqa çayının xəritədə göstərilən çaylarla oxşarlığını müəyyən edin. Yaxşı, bəs xəritədə hansı çaylar göstərilmişdir? Birinci çay Ob, ikinci Yenisey, üçüncü isə Lena çayıdır. İndi isə fikirlərə baxırıq. 1. Təbii ki, Obla Volqanın oxşar cəhətini tapmalıyıq. Mənsəbi eyni ölkədə yerləşir. Düzdürmü? Bəli, düzdür. Çünki həm Ob, həm də Volqa çayının mənsəbi Rusiyada yerləşir. Yəni A düzgündür. Düşmə kəmiyyəti 500 metrdən çoxdur. Volqa çayının düşmə kəmiyyəti 500 metrdən çox ola bilməz. Çünki Volqa çayı özü yüksəklikdən başlayır. Yüksəkliklər də bilirik ki, 200-500 metr arası olur. Demək B yanlışdır. C. İlin soyuq dövründə eroziya bazisinin olduğu dənizin bütün hissələri donur. Bunu da Volqa çayına aid edə bilmərik. Çünki Volqa çayı Xəzər dənizinə tökülür və Xəzər dənizinin yalnız şimal hissəsi qışda donur. Yəni C də yanlışdır. İndi ikinci sıraya baxaq. Yəni Yenisey və Volqanın oxşar cəhətləri hansılardır? Mənsəb formaları eynidir. Yəni ya ikisində də estuaridir ya da delta. Amma Volqa çayında delta, Yenisey çayında isə estuari mövcud olduğu üçün A yanlışdır. B. Axın istiqamətləri eynidir. Yenisey çayı şimala, Volqa isə cənuba doğru axdığı üçün B də yanlışdır. C. Mənbəyi mülayim iqlim qurşağında yerləşir. Həm Volqa, həm də Yenisey çayının mənbəyi mülayim iqlimə düşəcəyi üçün C variantı düzgündür. Yəni 1-də A, 2-də də C variantı olmalıdır. 1-də sadəcə A, 2-də isə sadəcə C variantı. Əslində cavabımız çıxır. Yenə də davam edək. Üçüncü Lena ilə Volqanın oxşar cəhəti mənsəb formaları eynidir. Bəli, artıq bu düzdür. Çünki Lena çayında gördüyünüz kimi mənsəbdə delta yaranır və Volqa çayında da delta var. Ona görə də A düzdür. Stoplayıcı hövzələri iki işıqlanma qurşağında yerləşir. Məsələn, biz bunu Volqa çayına aid edə bilmərik. Çünki Volqa çayı sadəcə mülayim işıqlanma qurşağında yerləşir. Nə tropik xətt, nə də qütb dairəsi Volqanı kəsmir. Ona görə də B yanlışdır. C-də də deyir ki, qədim platforma ərazisindən axır. Hər iki çayın axdığı yerlərdə də platforma sahələr mövcuddur. Yəni C düzgün olacaq. Bizim düzgün cavabımız isə olacaq C variantı.